Salam dostlar, növbəti videoma xoş gəlmisiniz, xoş gördük. Bəşər cəmiyyət yaratdıqdan sonra bir ideal dalınca usanmadan qaçmaqda davam edir. Bu ideal xoşbəxtlik idealıdır. Bugünkü videoda xoşbəxtliyin bir sıra cəhətlərini müzakirə edəcəyik. Mövzunun aktuallığı hamını düşündürdüyü üçün mənə elə gələr daha maraqlı olacaq. Bioloji aspektdən baxsaq, təbiətdə heç bir xoşbəxtlik hadisəsi yoxdur. Təbiətdə növün uğurluluq hadisəsi vardır. Əgər növün hər hansı bir fərdi, ünsürü nəsil artırmaq, geni ötürmək səviyyəsinə gəlib çatmışdırsa, onu bioloji cəhətdən uğurlu, dırnaqarası, yəni xoşbəxt saya bilərik. Bu baxımdan əminliklə deyə bilərik ki, xoşbəxtlik sosial hadisədir. Əlbəttə, insan təbiətdən ayrıldıqdan sonra sosial həyat yaratdıqda bu fundamentə, yəni uğur üzərinə əlavələr qataraq bunu xoşbəxtlik anlayışına çevirmişdir. İlk öncə xoşbəxtlik nədir, ona anlayış verək. Xoşbəxtlik hər hansı istək obyektini əldə etdikdə yüksək əhval-ruhiyyə yaradan emosional haldır. Gördüyünüz kimi tərif mümkün qədər hadisənin qısa mahiyyətini əhatə edir. Burada əsas diqqət edəcəyimiz cəhət birincisi xoşbəxtliyin emosiya olmasıdır. İkincisi isə bu emosiyanı əldə etmək üçün hər hansı bir obyektlərə biz sahib olmalıyıq. Həmçinin qeyd etmək lazımdır ki, xoşbəxtlik bir çox buket hisslərdən ibarətdir. Bunlar aşağıdakılardır: sevinc, həzz, ləzzət, zövq, təmin olunmaq, doymaq, rahatlıq, doğmalıq, fəxarət, sevgi, hörmət, qürur, qədir bilmək və s. Burada qeyd etmək yerinə düşərdi ki, bunların hamısı pozitiv hisslərdir. Lakin kontekstdən asılı olaraq negativ də ola bilər. Sual edərsiniz ki, sevinç hissi necə negativ ola bilər? Mən də sizə misal göstərə bilərəm ki, yəni zəhləviz getdiyiniz hər hansı bir insanın uğursuzluğu, başına bədbəxt hiss gəlməsi sizdə sevinç hissi də yarana bilər. Bu zaman artıq sevinç hissi negativə çevrilir. Xoşbəxtlik hissinin ən primitiv səviyyəsi istehlakdan alınan həzzdir. Təəssüflər olsun ki, bugünkü cəmiyyətimiz buna ücah olmuşdur və bu prinsiplər üzərində qurulmuşdur. Bu prinsip gedonizmdən irəli gəlir. Buna hərdən konsumerizm də deyirlər. Gedonizm qədim Yunanıstanda yaranmış, ilk banisi Aristipp olmuşdur. Onlar həyatın mənasını yalnız fiziki həzzlərdə görürdülər. Ümumiyyətlə, insanın inkişaf səviyyəsindən asılı olaraq emosional, əxlaqi və intellektual xoşbəxtliyi fərqləndirə bilərik. Emosional xoşbəxtlik primitiv, baza, ülvi hisslərin cəmindən ibarətdir. Emosional xoşbəxtlik dalınca qaçmaq illüziyadır. Bu zaman emosional xoşbəxtlik dalınca qaçarkən bu emosiyanın təbiətindən irəli gələn məhdudiyyəti mütləq nəzərə almaq lazımdır. Bu məhdudiyyətdən biri mənfi emosiyalar müsbət emosiyalardan dəfələrlə güclü olmasındadır. Araşdırmalar göstərir ki, insan günün 80%-ni mənfi emosiyalar haqqında düşünür. Bu da emosional xoşbəxtliyin necə zəif olduğunu, son nəticədə intellektual yanaşmasız çatmağın mümkünsüz olduğunu sübut edir. Həzzin özünə məxsus bir cəhəti vardır ki, İnsan üçün kəskin, qısa müddətli həzz, uzun müddətli həzzdən daha üstün tutulur. Bu, özünü arxetiplərdə əks etdirən folklorumuzda da özünü bariz göstərir. Biz nağıllar oxuyarkən qəhrəmanın həmişə başının nə qədər cəfalar çəksə də, həyatının sonunu xoşbəxt olduğunu və xoşbəxt nəticələndiyinə sevinirik. Əks hal baş verdikdə buna kədərlənirik. Yəni bunlar, belə deyək, qeyri-şuur səviyyədə bizim şuurumuza yeridilmişdir. İndiki dövrdə əksər insanların xoşbəxtlik axtarışı sadəcə həzz pilləsindən yuxarı çıxa bilmir. Cəmiyyət informasiya texnologiyası dövründə telefondan, sosial şəbəkələrdən ani hisslər dalınca qaçır və ondan dərin asılılıq yaranır. Yüngül hisslər ani təmin olunmaq hissi yaradır, sonradan doymazlıq effektinə keçir.
və bu da insanı daha dərin həzz quyusuna salır. Buna dopamin quyusu da deyirlər. Həzzin özünə məxsus cəhəti onun getdikcə daha az fərəh hissinin gətirməsindədir. Zaman keçdikcə əvvəl bizə həzz verən şeylər yenidən eyni maraq və həzzi vermir. Ona görə də məzmunu maksimum həzz almaqdan ibarət olan xoşbəxtlik özünü çıxılmaz quyuya salmaq kimi bir şeydir. Xoşbəxtliyin yaddaş, duyğu, özünü hiss etməklə birbaşa əlaqəsi mövcuddur. İnsanın xoşbəxtlik qiymətləndirilməsi keçmiş və indik özünü hiss etməklə bağlı olur. Lakin gələcəklə də bağlı ola bilər. Yəni, insan özünü qiymətləndirərkən bir qayda olaraq indiki vəziyyətini və indiyənə kimi keçirdiklərini qiymətləndirir. Yəni, indiyənə kimi hər hansı bir bədbəxt belə hadisə baş verdikcə, ona uyğun insan qiymət verir ki, yox, mən bu xoşbəxt deyiləm, bədbəxtəm, nə bilim nəyəm. Gələcəkdə də insan nəyəsə, hər hansı bir hadisəni gözləyirsə, ona köklənə bilər və bu zaman insanın indiki xoşbəxtliyi əldən çıxa bilər. Ona görə də insan bir qayda olaraq indiki hisslərinə köklənməlidir. Yəni, indikini keçmişə və gələcəyə qurban vermək düzgün deyil. Xoşbəxtliyə mane olan yaxud kömək edən amillərdən biri də emosiyanın avtomatik çalışan framing effektidir. Əksər hallarda biz xoşbəxtlik məqamına qiymət verərkən ən yüksək emosional halımızla və ya başqalarının malik olduqları ilə müqayisə edirik. Bu da malik olduğumuz bizim pozitiv emosiyalarımızdan həzz almağımızı çətinləşdirir. Buna misal olaraq son zamanlar mətbuatda, bilmirəm izləmisiniz yoxsa yox, geniş mübahisəyə səbəb olan bir qadının ərinin ona iPhone almadığına görə boşanması halı idi. Yəni, bu qadın əlində olan telefona, əlbəttə ki, framing effektinə əsasən qiymət verərək, malik olmadığı, hamının belə deyək də, yüngül insanların qarşısına qaçıb əldə etmək istədiyi iPhone-a görə öz xoşbəxtliyinə xətt çəkməsidir. Buna əks misal olaraq, yəni bu framing effekti həmişə neqativ yox, pozitiv də ola bilər. Yəni bu insanın özündən asılıdır. Bizi ilə işləyən bir qadını misal göstərə bilərəm. Bizi ilə işləyən bir xanım var idi, o həmişə həyatda çox pozitiv yanaşırdı. O deyərdi, çox balaca ərim olsun, şir qədər hünəri var. Yəni, bəzi insanlar qaz vurub qazan dolduran kişi stereotipinin dalınca qaçaraq əlində olanı qiymətləndirmirlər və bu da onların xoşbəxtliyinə mane olan səbəblərdən biri olur. Emosional idrakin bir sapması olan fokuslaşma illüziyası da xoşbəxtlik arxasınca çarəsiz qaçışda başlıca rol oynayır. İlk dəfə Daniel Kahnemanın həyat yoldaşı Kaliforniyada insanlar daha xoşbəxtdir xülyasından irəli gəlmişdir. Və sonradan bunun yoldaşı araşdırıb yoldaşına, arvadına sübut etmişdir ki, onun bu illüziyası yanlışdır. Yəni araşdırmalar aparılmışdır və müəyyən olunmuşdur ki, ABŞ-da insanın hansı ştatdan yaşamasından asılı olmayaraq onun xoşbəxtlik hissinə təsir etmir. Ya bu bir növ insanı siz nəyə xatırladır? Bilməm, eşitmisiniz yoxsa yox? Bəzən gecə vaxtı rayon yerində gedəndə belə deyək, bu faraların işığına müəyyən dovşan düşür. Dovşan o işıqdan qaça bilmir. Bu dovşan, belə deyək də, yorulana kimi bu faranın istiqamətində qaçır. İnsan da bu dovşana bənzəyir. Bu, hər hansı bir arzuya fokuslaşır, bu dovşan kimi. Bu projektorunda, arzunun projektorunda ölənə kimi usanmadan qaçır. Əlbəttə ki, bu fokuslaşma illüziyası yanlışdır. Xoşbəxtlik axtarışına təsir edən idrak sapmalarından biri də evristik affektdir. Platon hələ qədim dövrdə demişdir ki, əşyaların yaxşı və pis olması bizə həzz və istirab gətirməsinə uyğun biz buna qiymət veririk. Emosional idrakda xoşuna gələn hadisələrə müsbət tərəfdən, gəlməyənə isə neqativ cəhətdən qiymət verir və qərar çıxardırıq. Araşdırmaçılar belə eksperimentlər aparmışdır. Orta səviyyəli istirahət olan
bir belə deyək, bir təklif edilmişdir. Bu orta səviyyədə hər şey ortadır, şərait orta, yemək-içmək orta, otel orta və digər bir şərait təklif olunmuşdur. Burada artıq hər şey gözəldir. Burada yemək-içmək gözəl, o şərait gözəl, təbiət gözəl, ancaq o yataq yeri pisdir. Bir dənə bunun qüsuru olur və insanlara seçim imkanı təklif etmişlər. Əksəriyyət insan bu ifrat yaxşı olan bu şəraiti seçmişlər. Sonradan artıq şərti dəyişib bu insanlara təklif etmişlər ki, və bu tətili məsəl üçün ləğv etmək istədikdə hansını seçərsiniz? Bu zaman artıq yenə ifratı seçmişlər. Burada artıq belə deyək də bir dissonans yaranır ki, necə olar? Həm seçim elədikdə, həm də imtina elədikdə bunlar ifratı seçirlər. Bu qeyri-məntiqidir axı. Emosiya biz bildiyimiz kimi məntiqlə idarə olunmur. Bunun özünün öz məntiqi var. İnsan emosional qərar verərkən hər hansı bir şeyi əldə etmək istədikdə onun pozitiv tərəfini şişirdir. Əgər bir şeydən imtina etmək istədikdə isə onun neqativ tərəfinə daha şişirdir. Və bu da bizim xoşbəxtliyimizə təsir edən mexanizmdən biridir. Emosional xoşbəxtliyə əsaslanan axtarışlar bu emosiyanın sönməsinə gətirib çıxardır. Bu bizim biologiyamızla bağlıdır. İnsan hər şeyə öyrəşir. İstənilən yüksək hisslər korlaşır. Bunun digər elmi adı səmərəlilik həddinin düşüşüdür. Alimlər bununla qismən mübarizə aparmağın iki yolunu göstərirlər. Bundan biri fərqlilik, yəni fərqli şərait yaratmaq, insan özünə adi elementar, məsəl üçün hər hansı bir işə getdikdə fərqli yollarla, eyni yollardan istifadə etməməyi təklif olunur. Və ikincisi isə zamandır. Yəni adi yemək zamanı araşdırma sübut etmişdir ki, ağza qoyulan hər tikə arasında zaman fasiləsi nə qədər çox olarsa, həzz hissi bir o qədər də uzun çəkir. İnsanın xoşbəxtliklə bağlı digər qəribə ustanovkası da vardır. İnsan hər hansı hadisə zamanı gedişat özü pis olsa da axırının yaxşı olmağını istəyir. Bu bir araşdırmada özünü göstərmişdir. İnsanlara təklif edilmişdir ki, insanlara maaşlar azalan xətt üzrə versin, yoxsa artan xətt üzrə? Nə üçün? Misal üçün, necə olur bu? İnsanlara təklif olunmuşdur ki, insanlara birinci ayda 100 manat, ikinci ayda 75 manat, üçüncü ayda 50 manat verilsin. Yoxsa birinci ayda tərsinə 50 manat, 75, 100 manat. İnsanlar daha çox artan xətt üzrə seçmişlər bu imkanı. Bu da insanın xoşbəxtlik qiymətləndirilməsində vacib elementlərdən biridir. Xoşbəxtliyə digər təsir edən amil emosiyaların həssaslığıdır. Misal üçün, biz əlimizdə hər hansı bir çəkit saxladıqda ona 30 qram deyək də, lap az götürək, əlavə etdikdə onu heç kim hiss edə bilmir. Artıq çəkiyə 1 kiloqram əlavə etdikdə həmən hiss edirik. Emosional bizim qavrayışımız da bu cürdür. Yəni, biz kəskin kontrast olduqda həmən hiss edirik. Və xoşbəxtlik də bunun kimidir. Xoşbəxtlikdə xırda xoşbəxtlikləri biz çox zaman nəzərə almırıq. Ancaq kəskin kontrastlar gözləyirik. Qeyri-adi xoşbəxtliklər gözləyirik. Kimsə ki, gəlsin bizi xoşbəxt etsin. Xoşbəxtliyə təsir edən digər amil yenilik amilidir. Atalarımız necə deyib, hər şeyin təzəsi, dostun köhnəsi. Yəni, hər şey müqayisədə bilinir. Köhnə ilə müqayisə zamanı, hələ bu o demək deyil ki, köhnə yenidən pisdir. Yenilik effekti, üstünlük bizim psixikamızda avtomatik üstünlük effekti yaradır. Və bu da əlbəttə ki, bir zaman keçdikcə yavaş-yavaş zəifləyir. Bu elə də pis şey deyil. Yəni, yenilik effektinin keçməsi belə olmasaydı, yenilik effektinin sönməsi olmasaydı biz ağrılara dözə bilməzdik. İnsan, bayaq qeyd etdiyim kimi, hətta ən kəskin xroniki ağrılara da belə sonradan öyrəşir, barışır bununla. Xəstəlik hissinə təsir üzr istəyirəm. Yəni bir tərəfdən bəlkə də düz dedik. Yəni emosional xoşbəxtlik ilə xəstəlik kimi bir şeydir. Xoşbəxtlik hissinə təsir edən digər amil də
mənfi hisslərin müsbət hisslərdən daha güclü olması amilidir. Və bu da araşdırmalarda sübut etmişdir ki, insan 1 manat belə deyək, itirdikdə və 1 manat qazandıqda o qazandığı manatdan belə həzz ala bilmir. Daha çox itirdiyi manata köklənir. Yəni insan itirmək hissi ilə barışa bilmir. Və bu qiymətləndirmə zamanı da buna daha yüksək qiymət verilir, həmişə neqativ hisslərə. Mən bu zərbədən heç vaxt özümə gəlmərəm. Bu xəstəlik ölümdən betərdir. Ölsəm bundan yaxşı idi kimi belə deyək sözlərdən ifadə edir. Hisslərin qiymətləndirməsində də insan sabit deyildir. Araşdırmalar göstərir ki, işə qəbul edilərkən əvvəl xoşuna gəlməyən işə gedən insan sonradan onu pozitiv qiymətləndirir. Həmçinin girmək istəmədiyi fakültəyə girən tələbə sonradan onu müsbət qiymətləndirir. Bizim dünya haqqında təsəvvürlərimiz reallıq və bizə rahatlıq verən illüziyalardan ibarətdir. Buna kognitiv fusion deyirlər. Kognitiv fusion bizim dildə idrakin əriməsi deməkdir. Bu zaman insanın beynindəki olan hisslərlə reallıq eyniləşdirir. İnsan elə bilir ki, beyninə gələn hər fikir tam reallığa uyğun gəlir. İllüziyalar bir qayda olaraq orqanizmin müdafiə mexanizmi funksiyasını daşıyır. Buna psixikanın müdafiə mexanizmi də deyirlər. Araşdırmalar göstərir ki, insan psixologiyası mənfi hallarla rastlaşdıqda özündən daha pis hallarla maraqlanmağa çalışır. Bu da şükranlıq mexanizminin psixoloji əsasını göstərir. Araşdırmalar göstərmişdir ki, mənfi nəticə göstərən tələbələrə digər tələbələrin nəticələri ilə maraqlanmaq imkanı verdikdə, onlar yaxşı ilə deyil, özlərindən pis nəticə göstərən tələbələrin qiymətləri ilə maraqlandırmışlar. Yəni bunlar belə deyək də öz eqolarını, öz güvənini sarsıtmamaq üçün özlərindən daha pis nəticələri axtarmağa çalışmışlar. Xoşbəxtliyimizə ən mənfi təsir edən hisslərdən biri də peşmançılıq hissidir. Peşmançılıq hissi uğursuz nəticəyə gətirən seçim etdikdə duyduğumuz emosiyadır. Bu çox güclü bir emosiyadır. Bu hiss hərdən yox, ümumiyyətlə aşağıdakı özünə məxsus xüsusiyyətlərə malikdir. Alternativ olanda biz daha çox peşmançılıq hissi keçiririk. İkincisi, yaxşı məsləhəti qoyub pis məsləhət seçdikdə bizim peşmançılığımız hissimiz acımasız olur. Üçüncüsü, nadir hallarda uğursuz qərar verdikdə bizim peşmançılıq hissimiz bizi daha çox qamçılayır. Bir də bütün insanlar etdiklərindən çox etmədiklərinə görə daha çox peşmançılıq hissi keçirdirlər. İnsanın məşəqqəti də xoşbəxtliyə təsir edən vacib amillərdən biridir. Tədqiqatlarda insanların kluba üzv olmaq üçün şərt kimi tokla vurulması eksperimenti keçirilmiş və daha çox tok verilən klub üzvləri klubu daha çox sevmişlər. Burada istirabın xoşbəxtlikdə vacib rol oynaması mexanizmi ortaya çıxır. Həqiqətən də həyatda belədir. Hər hansı bir şeyin arxasınca daha çox əziyyət çəkdikdə, qaçdıqda, məşəqqətlər çəkdikdə insan bunu əldə etdikdə daha çox dəyər verir, onu qiymətləndirir. O daha çox insana xoşbəxtlik hissi gətirir. Xoşbəxtlikdə qəribə olsa da, seçim və azadlıq faktoru da vacib rol oynayır. İndi qəribəliyini sual edirsiniz, sizə göstərəcəm nəyə görə qəribə olur. Aparılmış tədqiqatlara görə tələbələrə öz şəkillərini çəkmək tapşırığı vermişdir və sonradan onların o şəkilləri yığışdırılıb universitetə verilməyi tələb edilmişdir. Bir və yaxud da 2 şəkili özlərində saxlamaq imkanı verilmişdir. Bir qrup tələbələrə bu şəkilləri sonradan bir həftə ərzində dəyişmə imkanı vermişdir. O biri qrupa bu imkanı verilməmişdir. Nəyi verdin? Verdin. Sonradan bu qruplar arasında sorğu aparılmış. Bunların hansılarını özlərini rahat və xoşbəxt hiss etdiklərini araşdırılmış. Seçim imkanı verilən insanlar seçim imkanı verilməyənlərə nisbətən özlərini daha xoşbəxt hiss etməmişdilər.
özlərini narahat hiss etmişlər. Onlar seçim imkanı bunu göstərir ki, insana azadlıq verildikdə o insanın xoşbəxtliyinə mənfi təsir edir. Bu, bayaq qeyd etdiyimiz kimi, o peşmançılıq mexanizmindən də irəli gəlir. İnsanın alternativi olduqda, insan bu uğursuz nəticələr olduqda daha ağır, belə deyək, peşmançılıq hissi keçirir. İzah olunmaz şeylər də bizim xoşbəxtliyimizi artıran amillərdən biridir. Yəni biz mistikanı xoşbəxtlik hissini gücləndirən bir amil kimi qiymətləndiririk. İnsan xoşbəxtlik axtarışında eyni səhvləri durmadan edir. Biz digər insanların getdiyi yoldan özümüzə dərs çıxarmırıq. Yəni bir növ islah olunmazıq. Biz fikirləşirik ki, növbəti maşın aldıqda, vəzifədə irəli çəkildikdə, digərlərindən fərqli daha xoşbəxt olacağıq. Eyni səhvləri durmadan təkrar-təkrar edirik. Xarakterinə görə boşandığımız insanlarla yenidən axtarıb tapıb evlənirik. Peşman olduğumuz şeyi etməməyi özümüzə söz verdikdə, bir müddətdən sonra yenə həmin səhvləri edirik. Xoşbəxtlik hissi təxəyyüllə birbaşa bağlı olur. Təxəyyül də bir proses olaraq özünə məxsus qüsurlara malikdir. Təxəyyül keçmişə və gələcəyə qaçaraq bizə məlumat verir. Bu məlumat da bir qayda olaraq reallığa uyğun olmur. Bu təxəyyülə malik olan ən böyük mənfi qüsurlardan biri bu təxəyyülün prezentizmidir. Bu prezentizm bizim dildə güncəllik kimi tərcümə edilə bilər. Bu prezentizmə görə insan gələcək və keçmiş haqqında fikirləşdikdə bugünkü hissləri ilə qiymət verir. Bunu daha çox biz Hollywood kinolarında görə bilərik. Yəni Hollywoodda bəzən görürsünüz ki, keçmişdən bir kino çəkirlər. Keçmişdə olan şeylərə bugünkü məsələn feminizmi, politkorrektliyi gətirirlər. Bu özü də bir gülməli görsənir. Bu da prezentizmin bariz nümunəsidir. Əksər insanlar var-dövləti xoşbəxtlik kimi görürlər. Araşdırmalar göstərir ki, ifrat kasıbçılıqdan orta səviyyəyə çatan insanlar bundan sonra xoşbəxtliyində fərq hiss etmirlər. Bu zaman var-dövlət özü də nisbi bir hadisəyə çevrilir. Misal üçün, 50 min qazanan, 100 min qazanan arasında heç bir fərq görmür. 75 min dollara çatdıqda insanda doymaq effekti yaradır və xoşbəxtliyə tarixlıq formalaşır. Bu, qeyd edim ki, Amerikada aparılmışdı və bu tədqiqatlar nəticəsində müəyyən olmuşdu ki, 50 min dollardan o tərəfə insanın xoşbəxtliyində heç bir fərq hiss olunmur. İnsanın emosiyaları da milli deterministik xüsusiyyətə malikdir. Araşdırmalar göstərmişdir ki, Amerikanlar orta hesabla günün 19%-ni, fransızlar 16%-ni, Danimarkalılar 14%-ni pis hisslər keçirdirlər. Yaxşı ki, araşdırmalar bizim cəmiyyəti belə deyək, araşdırmamışlar. Bizim cəmiyyətdə araşdırmalar aparsalar, günün 99%-ni pis hisslər keçirilməsi müəyyən olunardı. Bu da cəmiyyətimizə ürcah olan bu negativizm və nonkonformizm hissinin bizi bariz nümunəsidir. Xırda şeylər insanı xoşbəxtliyində vacib rol oynayır. Buna görə də fərqindəliyi və konsentrasiyanı artırmaq vacibdir. Araşdırmaçılar insanlara bir vərəq kopya etməyi tapşırmışlar. Bəzilərinin kopya zamanı Xerox-una xırda pul atmışlar. Xırda pul tapanlar sonradan sorğulanmış, onların keçmişi və indiki haqqında hissləri müəyyən olunmuşdur və pul tapmayanlara nisbətən özlərinin keçmişini və indiki hallarını daha xoş təsəvvür etmişlər. Bu da onu göstərir ki, bu xırda şeylər bizim özümüz hiss eləməsək də bizim qeyri-şuurumuzda çox vacib yer tutur. Aza qane olmaq, gözü toxluluq, minimalizm, xoşbəxtlik axtarışında, daha doğrusu əxlaqi xoşbəxtlik axtarışında çox vacib ünsürdür. Bazara girən Fales, insanın bunlarsız yaşayacağı gör nə qədər şey var demişdir.
Qədim müdrik insanlar həmişə bizə gözü toxunluğu aşılamağa çalışmışlar. Bu aza qane olmanın ən bariz nümunəsi əlbəttə ki, Diogenin həyatında biz görürük. Dünyanı fəth edən Makedoniyalı İskəndər onu görməyə gəldikdə "Məndən nə istəyirsən?" sualı vermişdir. Əvəzində isə filosof "İşığımdan çəkil, günəşin qabağını alırsan" demişdir. Yəni özü səfalət içində yaşayan insanın dünyanın fatihinə dediyi sözə fikir verin. Yəni insanın gözü görün nə qədər tox imiş ki, o insandan heç nə istəməmişdir. İntellektual və əxlaqi xoşbəxtlik, xoşbəxtliyin yüksək pilləsi olaraq emosionala nisbətən daha uzunmüddətli və mənalı perspektivlər vəd edir. İntellektual xoşbəxtliyin özünün də aşağıdakı mərhələlərini biz göstərə bilərik. Birincisi, idrakdan alınan həzz. İkincisi, yaradıcılıqdan alınan həzz. Üçüncüsü, rasional idarəçilikdən və nəzarətdən alınan həzzlər. Xoşbəxtliyin sönməsinin qarşısını almağa yönələn intellektual vasitələri də sonunda göstərə bilərik. İntellektual rasionalizasiya, özünü dərk, özünü müşahidə, şuurluluq, pozitiv düşüncə, yüksək diqqətlilik və fərqindəlik. Bugünkü xoşbəxtlik barədə videomuz bu qədər. Salamat qalın.